Firma qoyulan stop götürülmədi. Mən çox xahiş edirəm. Bir belə bu məktubları yazmışam Azərqolda, Əhalinin Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamran Əliyev qardaşa hamısına bir yazmışam. Heç bir nəticə vermədi. Xahiş edirəm artıq dərəcədə. Mən dolana bilmirəm. Mənim kommunal xərclərimi ödəyə bilmirəm. Evdə xəstə anam var. Onun iynəsini, dərmanını mən çatdıra bilmirəm. Kommunal xərclərimi ödəyə bilmirəm. Mən artıq o həddə çatmışam ki, dolanışıq yolum yoxdur. Mən xahiş edirəm sizdən artıq dərəcədə. Dəfələrlə xahiş eləmişəm, dəfələrlə məktub yazmışam. Mənim səsimə səs verən yoxdur. Heç bir aidiyyəti qurum mənim səsimə səs vermir. Mən o həddə çatmışam ki, artıq and ola Allaha, bunu səmimi qəlblə deyirəm, səmimi də deyirəm. Mən o həddə çatmışam ki, artıq orqanlarımı satmağa məcbur qalıram. Kimə orqan lazımdır, mən orqanlarımı satıram. Həqiqi mənada satıram. Telefon nömrəmi də deyirəm sizə. Kimə orqan lazımdır, kimə ürək, böyrək, ciyar, nə lazımdır, xahiş edirəm. And ola Allaha səmimi qəlblə deyirəm, artıq dolana bilmirəm, satıram mən bütün orqanlarımı. Kimə lazımdır? 055, nömrəm nə budur? 055 525 57 40. Kimə hansı orqan lazımdır, ucuz qiymətə satır.